Hello everyone, hər kəsə salam, əziz beşincilər. Növbəti izahımızla qarşınızdayıq. Bugünkü izahımız Unit 3, Where is home? Ev hardadır? Language reference, dəriz dərarlı cümlələr. Dərarlı cümlələrin izahını vermişdik keçən dərslərdə. Dəriz dərar var deməkdir. Dəriz işlənir tək isimlərlə. Tək isim. Dərar isə işlənir cəm isimlərlə. Yəni biz izdən sonra necə ki to be feilində izdən sonra tək isim işlədirdiksə, arddan sonra da cəm isim işlədirdiksə, eyni şeylər də burada keçərlidir. Yenə eyni qaydanın inkarında notla düzələcək. Sualında isə iz keçəcək əvvələ, burada da ar keçəcək əvvələ. Sualı bu cür qurulur. Aha, məsələn, bir cümlə quraq deyək ki, there is an apple. Sadə bir cümlə. Apple on the table. Stolun üzərində bir alma var. İndi demək istəyirəm ki, stolun üzərində çoxlu almalar var. There are many. Yazıram. Many apples on the table. Stolun üzərində çoxlu almalar var. Deməli, yenə qaydanı dediyim kimi özündən sonra yəni tek isim gəlibsə there is, cəm isim gəlibsə isə olacaq there are. İnkarını düzəltmək istəsəm there aren't any apples on that table. There isn't an apple on the table şəklində deyə bilərik. Deriz dəranda bəzən uşaqlar have got, has got-la qarışdırırlar, amma yadınıza saxlayın ki, uşaqlar have got, has got sahiblik bildirir. Yəni mənim var, insanlara aid olan şeylərdə və yaxud da heyvanlara ümumiyyətlə sahib olmağı bildirir. Nəyəsə sahib olmaq. There is, there are isə hardasa nəyinsə var olduğunu, məsələn, əşya, daha doğrusu yerlə bağlı belə deyək. Yerlə bağlı nəyinsə var olduğunu göstərmək üçün there is, there are-dan istifadə edirik. Yəni hər ikisi də vardır demək olmasına baxmayaraq, mənalarının eyni olmasına baxmayaraq. İşlənmə yerinə görə bir-birlərindən çox fərqlənirlər məna cəhətdən də həmçinin. Aha, baxın burada is there sual keçdi qarşısına və cavabında da əgər cavab veririksə, təsdiqdədirsə there is, inkardadsa isin sonuna not artırırıq. Eyni qayda, yəni to be feilində necə idisə, eynisidir. Sadəcə burada fərqli olan sadəcə there artırırsınız qarşısına. Yenə burada da yes there are, no there aren't. Sadə bir şəkildə. Parts of house. Parts of house evin hissələri. Adjective sifət, furniture isə mebel deməkdir. Gəlin tərcümələrini yazaq. Bathroom olacaq hamam otağı. Otaq yazıram qısaca. Bedroom olacaq yataq otağı. Ümid edirəm ki, yazımı görərsiniz, biraz xırda yazıram, yerləşmir deyə. Dining room yemək otağı. Kitchen mətbəx. Living room qonaq otağı deyə bilərik. Garden isə bağ, bağça. Bağça olmalıdır məncə. Xına yazılmalıydı bu. Yoxsa səhv mi elədim? Bağça. Adjective sifət. Üzərində yazılıb. Furniture isə olacaq mebel. Great, əla. Big, böyük. Modern olacaq müasir. Nice, gözəl. Old, köhnə. Small isə olacaq balaca. Gəldik mebelə. Bed, yataq. Chair, stool. Wardrobe, gardırop.
Door, qapı. Shower, duş. Table, stol. Wall, divar. Window ise pəncərə. Bu şəkildə tamamladıq. Bu sözləri dəftərinizə yazıb öyrənməlisiniz. Devam edirik. Vocabulary. Find six adjectives in the word search. 6 dənə adjective tapmalıyıq. Heç xoşum gəlmir crosswordda söz tapmaqdan. Big, məsələn, sonra çox vaxtda small, çoxunu tapa bilmirəm. Başqa nə var? Modern, başqa tapdığım elə bunlar oldu məncə. Yəni həqiqətən tapmaqda çətinlik çəkirəm. Digərlərini siz taparsınız. Artıq onlar sizlikdir. Bir dəqiqə yenə də baxın, hər ehtimala. Old, oldu veriblər. Great. Baxın, great tapdım. 1, 2, 3, 4, 5. Biri qaldı. Biri. Onu da tapa bilməyəcəm məncə. Nə? Necə yox, nice burada yoxdur. Tapa bildiklərimi tapdım. Məncə bu qədərdir. Biri qaldı, onu da siz baxın artıq. 2-yə baxırıq. Put the letters then use the words, complete the sentences. Deməli, sözlər fərqli şəkildə verilib, biz onları düzəltməliyik. Birinci olacaq dining room. Düz yazıram yəqin ki. Düzdürmü? Dining room'dur. Dining room. Sonra garden. Bedroom. Bathroom. Living room. Daha sonra flowers. There are lots of flowers in the garden. Yəni harda çoxlu güllər var. There are lots of flowers, çoxlu güllər in the garden. There are two beds in the bedroom. Yataqlar harda olar? Yataq otağında. There is a sofa. Sofa harda olar? Qonaq otağında. Living room. There is a shampoo. Harda olar? Bathroomda olar. There is a big table in the dining room. Belə. Tamamladıq. İndi isə keçirik digərinə. Wardrobe veriblər. Deməli, burada həm table olacaq ikinci şəkildə. Həm chair olacaq. Nə şəkildə nə varsa onları yazırıq. Nə görürüksə, table görürük, chair görürük. Daha sonra burada nə görürük? Shower görürük. Duş görürük. Daha sonra burada nə görürük? Bed görürük. Bedi silək. Bed. Sonra burada window, pəncərə də görürük. Pəncərəni də silək. Bunda isə məncə wall qaldı sadəcə. Düzdürmü? Baxaq bir dənə də. Bəli, wall. Door da qaldı. Deməli, door da yazmalıyıq. Door da görürük. Bu şəkildə tamamladıq. Davam edirik. Read the clues and circle the correct word. Oxuyaq, baxaq görüm. Düzgün sözü seçməliyik. There are clothes in this wardrobe olacaq. Yəni, paltarlar harda olur? Qarderobda olur da, düzdürmü? There is a food on
Necəyiz? Table. Yəni food yemək, ərzaq var deyir. Harda? Neyin üstündə? On bu arada üstündə deməkdir. Qapının üstündə olmaz ərzaq, divarın üstündə olmaz. Deməli stolun üstündədir. There is a person in this person insan deməkdir. Vardır bir insan onun üstündə. Gardırobun üstündə insan olmaz. Pəncərənin üstündə insan olmaz. Chairin üstündə insan olar çünki otururuq. Chair oturduğumuz stoldur. There is a water in this shower'da wardrobe'da su olmaz, yataqda su olmaz. Su hardadır? Shower, yəni duşdadır. Daha sonra what is in the image? Complete the sentences with is, are, isn't, aren't. Deməli şəkildə nə varsa biz ətrafındakı, yanındakı cümlələri tamamlamalıyıq. Gəlin baxaq. Məsələn, there is a green sofa. Yaşıl divan. Sofa divan deməkdir. Yaşıl divan görürüksə deməli var. There is a TV. TV görmürəmsə deməli there isn't a TV. Some books. Books. Yəqin ki bunlar kitabdır şəkildən. Aha, burada da var. Məncə kitablar var. There are some books. Dog. Dog görürsüz burada. It. Görmürük deməli there isn't. A computer. Computer mən görmürəm. İndi bilmirəm şəkildənmi görmürəm yoxsa varmı? Məncə yoxdur. Ona görə isn't. Any people. There isn't. Aren't. Isn't near people axı cəmdədir. There aren't any people. Bu şəkildə tamamladıq. Circle the correct answer. Deməli, burada correct answer-ı dairəyə almaq üçün baxmalıyıq isimə. İsim cəmdədirsə arı götürəcək, dairəyə alacaq. İsim təkdədirsə, məsələn, shower-dakı kimi izi götürəcək. Cəmdədir, deməli arı götürürük. Təkdədir, deməli izi götürürük. Cəmdədir, deməli aren't götürürük. Təkdədir, deməli isn't götürürük. Yəni çox asan bir qaydadır. 3-ə baxırıq. Look at the image and answer the question with short answers. Şəklə baxmalıyıq və suallara qısa cavablar verməliyik. Qısa cavablar no, there isn't, yes, there are, nə bilim, yes, there is, bu şəkildə cavablara qısa cavablar deyilir. Is there a table? Table böyük stol deməkdir. Məncə burada böyük stol deyil. Şəkildən yəni o qədər başa düşmürəm. Şəkil yaxşı deyil deyə başa düşmürəm. Məncə table deyil bu. No, there isn't. Siz yenə də şəklə baxın. Əgər şəkildə varsa doğrudan və mən görmürəmsə, yes, there is yazmalısınız. Are there any books? Yes. Yes, there are. Is there a wardrobe? Wardrobe görmürük. Bu balaca daxıldır. Balaca daxıldır. Baxın, wardrobe belə bir şeydir. Baxın, belə böyük asılğanları olan. Burada isə wardrobe yoxdur. No, there isn't. Are there any black chairs? Black chairs, bəli, bu chairs idi. Ona görə deyirik ki, yes, there. Bircə dəqiqə, yes, there are deyə bilmərik, çünki bir dənədir. Burada isə are deyir, çoxlu deyir. Çoxlu deyirsə, deməli yoxdur da burada, düzdürmü? Bir dənədir. Ona görə no, there aren't. Yenə də, əgər şəkildə nə isə düzgün görməmişəmsə, bunu siz öz dəftərinizdə düzgün formada yazarsınız. Complete the conversation with the words below. Conversation tamamlamalıyıq və buradakı sözlərdən istifadə edərək tamamlamalıyıq. Gəlin başlayaq. Do you like your new bedroom? Yeni yataq otağını bəyənirsən? Yes, I love it. Bəli, bəyənirəm. It's very nice and there is a big blue chair in it. There is a big blue chair. A wardrobe təkdədirsə və sualdadırsa mən nə etməliyəm? Is there-dən istifadə etməliyəm. Çünki sual cümlələrində is əvvələ keçirdim. No, there isn't. İnkar deyirsə, deməli, burada is-lə sual vermişəmsə, is-in sonuna not artırmalıyım. But, daha sonra baxıram cümləmizdəki isim cəmdədir. Ona görə there are two big windows.
Yenə sual cümləsidir və baxıram isim cəmlədir. Deməli, nə etməliyəm? Are there yazmalıyam. Sual cümlələrində əmizar əvvələ keçirdim. Yes, there are. Sualda hansı feildən istifadə etmişəmsə, baxın, cavabda da həmin feildən istifadə etməliyik. Bu şəkildə tamamladıq. Davam edirik. Look at the text and tick the correct answer. What are they about? What are they for? Yəni o nə haqdadır və o kimlər üçündür? İlk öncə oxumalıyıq biz bu teksti, daha sonra həmin suallara cavab verərik. Gəlin baxaq. A. This is a very nice flat. Flat mənzil deməkdir. Bu çox gözəl mənzildir. It's big and comfortable. O böyük və rahatdır. There is a beautiful living room with a very big TV. Orada böyük qonaq otağı, böyük gözəl qonaq otağı ilə böyük TV var. There are two small bedrooms. İki yataq otağı var. And there is a nice modern kitchen. Və bir gözəl müasir mətbəxi var. There isn't a garden. Bağçası yoxdur. But there is a small balcony with a lot of beautiful plants. Amma balaca bir balkonu və çoxlu gözəl gülləri ilə balaca bir balkonu var. There is only one problem. Sadəcə bir problem var ki, there aren't any restaurants near the flat, and there is only one small supermarket. Deməli, mənzilin yanında heç restoran yoxdur, amma sadəcə bir dənə balaca supermarket var. Akira from Tokyo, Japandan yazırdı bu eyni. İndi keçdik B-yə. This is a really nice house. Bu həqiqətən də gözəl evdir, çox gözəl evdir. It's small, but it's very warm. Bu balacadır, amma çox istidir. There is a small living room with a very comfortable sofa and a lot of books and plants. It really feels like home. Balaca bir qonaq otağı var. With a very comfortable sofa. Aha, rahat bir divan ilə və çoxlu kitablar və plant, yəni bitkilərlə o həqiqətən də evdə hiss etdirir, yəni ev kimi hiss etdirir. There is a nice kitchen, balaca gözəl mətbəx var, and modern bathroom və müasir hamam otağı var. There are a lot of good restaurants and cafes nearby. 5 stars. Burada çoxlu yaxınlıqda, yəni çoxlu kafelər və restoranlar var. 5 ulduz. Bu da Gabriella tərəfindən yazılmışdı. İndi baxaq suallara. What about, what are they about? Nə haqqındaydı? Evlər və mənzillər haqqındaydı. Restoran və kafe haqqında deyildi. Sadəcə bir cümlədə bəhs edirdi ki, evin yanında restoran, kafe var ya yox. What are they for? Bu kimlər üçündür? To say if houses or flats are good or bad, to describe someone's new home. Bu sadəcə təsvir edirdi kiminsə yeni evini. To say demək if houses or flats are good or bad. Yəni bu sənin evin pis və ya yaxşı olmağından danışmırdı. Sadəcə təsvir edirdi evləri. Write true or false next to the statements. Doğru fikirlərə görə true, false eləməliyik. True doğru, false isə yanlış deməkdir. Gəlin baxaq. Akira says, Akira deyir, there are two bedrooms in the flat. Mənzildə iki yataq otaq var deyir. Gəlin baxaq. Two small bedrooms. Bəli, düzdür. Deməli bu nədir? True'dur. Daha sonra Akira says, there is a garden with the flat. Garden yoxdur deyirdi məncə. Düzdür? Yoxdur deyirdi Akira. Deməli bu nədir? False'dur. Gabriella says the house is small but comfortable. Deyirdi bu düzdür. Balacadır ancaq rahatdır. Gabriella says there aren't any restaurants near the house. Bu isə false'dur. Əksinə, həmin evin yaxınlığında restoran və kafelər var idi. Answer the with one. Answer with one word. Yəni bir sözlə cavab ver. In Akira's review, which room is modern? Akira təsvirinə görə, yəni Akira'ya görə hansı otaq modern idi? Gəlin baxaq. Modern nə idi? Kitchen idi. Baxın. Akira deyir ki, kitchen moderndir. Ona görə yazırıq kitchen. In Akira's review, where the plants? Plantlər, yəni hardaydı? Bitkilər, belə deyək. Balcony bir də, hardaydı? Small balcony. But there is a small balcony with a beautiful plants. Beautiful plants, bəli. Balcony olacaq. In Gabriella's review, what's the comfortable? Rahat olan nə idi? Baxaq görüm Gabriella'ya görə.
Comfortable sofa idi. Deməli biz nə yazmalıyıq? Sofa yazmalıyıq. In Gabriella's review, there are many plants. Çoxlu bitkilər və nə? Kitablar. And books. Bu şəkildə bu tapşırığı da tamamladıq. Davam edirik. Language in context 1. There is, isn't, there are, aren't. Bu haqda danışmışıq. Countable singular tək sayıla bilən, uncountable sayıla bilməyən, countable plural sayıla bilən cəm isimlər. Yəni sayıla bilən cəm isimlərlə there are, sayıla bilməyən isimlərlə there is, uncountable isimlərlə də həmçinin there is işlənir. Çünki sayıla bilməyən isimlər həmçinin sayılmırlar. Is there boşluqları dolduraq. Is there any weather? Çünki weather sayıla bilməyən isimdir. Sayıla bilməyən isimlərlə də is işlənər. Bu there onsuz da fərqi yoxdur. Əsas izi qoyublar. There hər ikisində də var. Are qoyacaq. Niyə are qoyacaq? Çünki baxıram oranges cəmdədir. Buna cavab verək. Yes. Yes, there is. Yes cavab verəndə yes, there is. Baxın, sual izdən verilibsə, mən burada izi qeyd etməliyəm. No, there isn't. İnkarda deyirəmsə, inkarda da izdən sonra not hissəciyi qoymalıyam. No, there aren't. Bu şəkildə də yes, there are-ını özləri veriblər. Sualda are-dan istifadə olunubsa, cavabda da are olmalıdır. İnkarda da are-ın sonuna not artırırıq. Bu şəkildə. Complete the examples in the chart above. Bunu tamamladıq. 2-yə baxırıq. Circle the correct words. Doğru sözü dairəyə almalıyıq. I'm hungry. Let's make some kitchen and rice. We can't. There isn't any rice. Okay, what about omelette? There are yoxsa are dear? Are dear olmalıdır. Çünki nə cümləsidir? Sual cümləsi. Sual cümlələrində izlə are keçir əvvələ. There is there is only one. Only one sadəcə bir dənə deyirsə, deməli bu şeydən təkdədir. There is istifadə edəcək. No. Is there any pasta? Çünki sual cümləsidir. No, there isn't. No deyirsə, isdən sonra not istifadə etməliyik. Is yoxsa are there any potatoes? Potatoes baxıram, cəmdədirsə is yox, are seçməliyəm. No, there, no deyirsə, deməli are-ın sonuna not gəlməlidir. There isn't ya aren't any food. Any food təkdə olduğuna görə isn't. There is yoxsa there are farmers. Farmers cəmdə olduğuna görə there are. Yox, farmers market. Burada bircə dəqiqə. Farmerdan getmir söhbət. Farmers marketdən gedir söhbət. Fermerlərin marketi təkdə olduğuna görə there is olmalıdır. Bu şəkildə gəldik növbəti tapşırığa. Növbəti tapşırıqda isə write a question about the picture. Şəkil haqqında sual yazmamız istənir. Is there any fruit? Heç meyvə var. X cəmdətsə sualı nə ilə verməliyik? Are there, are-la verməliyik. Any X sual. Juice da təkdə sayıla bilməyən isimdir. Is there, deməli sayıla bilməyən isim isə is-dən olmalıdır. Any juice. Juice meyvə şirəsi deməkdir bu arada. Tamamladıq cümlələri. İndi isə deyir ki, is there any fruit? Yes, there is. Ask and answer the question exercise 3. Suallara cavab ver. Is there any fruit? Yes, there is veriblər. Çünki any fruit var. İkinci sual nə idi? Are there any eggs? Eggs da var. Deməli deyəcəm ki, yes. Yes, there are. Mən də cavabları orada yazmıram. Bunun yanında yazıram ki, həm də görüm. Any juice? Juice deyildi. Bu water idi. Ona görə deyirəm ki, no, there isn't. Bu şəkildə dördüncü sualın da tapşırığını, daha doğrusu cümlələrini yazdıq. Davam edirik. Language in context 2. There is, there are, question and short answers. There is, there are suallara qısa cavablar verməliyik. Gəlin baxaq. Is there a big living room? Böyük qonaq otağı var. Yes, there is. It is in the bedroom. No, there isn't. It's very small. Məsələn, bu cavabla uyğun gəlir. No, there isn't. It's very small. Yəni o yoxdur, balacadır. Böyük deyil.
Are there any chairs? Arlı bir cümlələrə baxmalıyıq. No, there are, there is one. Stol var deyir, deyir yox, yoxdur, sadəcə bir dənə var. Deməli, bunu A-la uyğun gəlir. Are there two bedrooms? O bedroom harca görmüşdüm. Aha, burada. Yes, there is. Are there two bedrooms? Burada sualı ardan verir, cavabı izlə. Bir dəqiqə baxaq buna. Is there a table in the kitchen? Mətbəxdə stol var. Yes, there is. With two sofas. Bu cavabla uyğun gəlir. Is there a wardrobe? Yes, there is. In the... Aha. Are there two bedrooms? Yes, there are. There are four. Bu şəkildə. Tamamladıq. Order the words to make questions. Deməli, biz sualları düzgün ardıcıllıqla yazıb, sözləri daha doğrusu düzgün ardıcıllıqla yazıb, sual cümləsi qurmalıyıq. Sual cümləsi quranda uşaqlar, ilk öncə tapmalı olduğumuz sözü, sualı hansı feillə veririk. Ardısa, deməli, arı ilk öncə yazmalıyıq. Çünki nə demişdik? Əmizar keçməlidir sual cümləsində əvvələ. Daha sonra, ardan sonra nə verirəm? Dear verirəm. Üzərindən xətt çəkim ki. Are there, daha sonra any sual cümlələrində işlənir. Any books əşyadan söhbət gedirsə, hansısa əşyadan onu qeyd edirəm. Daha sonra deyir ki, on the table. O stolun üzərində. Gördünüz mü? Beləliklə bizim cümləmiz tamamlandı. Are there any books on the table? Stolun üstündə heç kitab var. Eyni variantı burada da eləyirəm. Yenə sual cümləsi də arlandı. Are there three chairs? Üç stul var. Yenə burada. Baxıram ki, izlə başlayıb. Deməli, is there a big bed? Tamamladım. Daha sonra yenə baxıram, arlansa, ilk öncə are there any wardrobes? So. Burada da is there a picture? There a picture on the wall? Tamamladıq. Beləcə tapşırığımız da bitdi. Davam edirik. Look at the image and answer the question exercise 2. Exercise 2 budur. Bu suallara cavab verməliyik. Exercise 3-də. Gəlin verək. Bəli uşaqlar, suallara cavab verdim burada, amma çoxsu deyək ki, hamısı sadəcə birdən başqa inkarda oldu. Məsələn, deyir ki, 2-də Are there any books on the table? Any books. Burada sadəcə bir dənə book var. Books yoxdur, ona görə there aren't. 3-də Are there three chairs? Burada 2 dənə stol görürəm, amma 3 dənə stol yoxdur, ona görə no, there aren't. 4-də Is there a big bed? Böyük yataq var. Yataq otağı deyil bura. Deməli, no, there isn't. 5-də wardrobe, yəni geyim şkafı deyir. Wardrobe da yoxdur. No, there aren't. 4-də də is there a picture on the wall? Picture yoxdur, divarda şəkil yoxdur. Deməli, no, there isn't şəklində olacaq bizim də cavabımız. Belə uşaqlar, bugünlük də izahın sonuna gəldik. Növbəti izahlarda görüşənədək hələlik.